Salam müəllim. Salam aleyküm. Bugün hazırladım müəllim. Öncelikle teklif için çok teşekkür ederim Buyurun, size. Vesile oldu uşaqları güzel bir şeyde belki de mariflendirmeye bizim için şerefti. Bugünleri Türk mətbəxinə sizin için ana yemeği olan kabine pilavı hazırlamışıq. Türk mətbəxində. Bəli. Nələr getdi içinə? İçine giden düyü, arpa şəhriyə, Aha. rendelem toyuq filesi, nohut, mərci çorbası ve meşhur irmik halvası hazırlamışıq. Aha, ilmek halvasını nədən istifadə etdi? İrmik halvasına bizim dədə-baba dili ilə desək, elə Azərbaycan lüğəti ilə desək, manlı, Aha. kərəyağı, şərbət, darçını və badam, yanında qaymaq istifadə olunur. Hafif bir tatlıdır. Aha, bir tatlıdır. Müəllim, özünüz haqqında bir məlumat verin. Harada işləmirsiniz və neçə il bu işlə təcrübəniz var? 23 ildir. Profesional deyək ki, 15 ildir sırf bizim mətbəxlə məşğulam. İşləmişəm 12 il İstanbul'da İncir restoranında, 2 yıl Regal Inn Otel'de şef olmuşam. İstanbul'da birçok açılan Azerbaycan milli mətbəxlərinin menüsünü tərtib edən insanam. Azərbaycanda ictimai yaşam məsələlərinin birçoğunda işləmişik. Təşəkkür. Belə. Kamerada nə dəvət edirsiniz? Yaxşı bir peşəyə sahib olun. Peşəkarlığa təbii ki dəvət edirəm. Pul dalıcım heç bir zaman qaçmayın. Özünüzü gözəl bir şəkildə marifləndirin. Nə qədər özünüzü marifləndirsəz, inkişaf elətdirsəz, o qədər də inşallah uğurlu olacaq. Tələbələrimizə uğurlar arzu edirəm. Sizə də çox təşəkkür edirəm ki, bizim tələbələrimizə belə bir gözəl şeydə vəsilə olursunuz. Tələbə, dərs xoşunuza gəldi. Təşəkkür Məzən ederim. az oldunuz. Çox təşəkkür ederim.